Hər kəsə salam, kanalımın dəyərli xanımları. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Məni hansı gün izləyirsinizsə, o gününüz mükəmməl keçsin. Deməli, xanımlar, bu vloqu çəkdiyim gün çox işim var idi. Çalışdım ki, bir çoxunu çəkim, vloqa daxil edim. Bu işlərdən biri də bugün həm dolma bişirməliyəm, həm də ki, düşbərə. Daha doğrusu dolmanı bişirməyəcəm, büküb marazinikdə saxlayacağam. Səbəbi də ki, ayın 14-ü yoldaşım Bakıya gələcək. Onun xoşladığı yeməkləri hazır edib indidən yığıram marazinika. Təbii ki, hansı yeməklər marazinikdə qala bilərsə, onları hazır edib qoyuram. Düşbərəni də ki, xanımlar, nənənin köməkliyi ilə edəcəm. Çünki mən çox hövsələsiz insanam. Bilirsiniz ki, düşbərə bükmək də hövsələ tələb edir. Buna görə də nənənin köməkliyinə ehtiyacım var idi. Dolmanı da ki, qızımla birlikdə bükdüm. Mən bu tərz yeməklər bişirərkən qızım həmişə deyir ki, mən də sənə kömək edim. Düzdür, əvvəllər qətiyyən qoymurdum ki, mənə köməklik eləsin. Amma sonradan mənə yaxın olan insanlar biraz məni danladı ki, sən səhv edirsən, qız uşağıdır, qoy indidən hər şeyi öyrənsin. Bu sözlə əvvəllər razılaşmırdım, deyirdim ki, onun mənə bir dənə köməkliyi ola bilər ki, yaxşı dərslərini oxusun. Amma indi fikrim dəyişib. Çünki görürəm ki, mən icazə verməsəm də onun böyük həvəsi var və bişirəndə də çox yaxşı bişirir. Hətta bir gün bunu vloqa da çəkərəm. Leyla bu yaxınlarda özü üçün pizza bişirmişdi. Çox da yaxşı alındı, mən özüm də yedim, çox da bəyəndim. Görürəm ki, artıq çox həvəsi var. Buna görə də bu tərz işlər görəndə, kömək eləmək istəyəndə artıq olmaz sözü demirəm. Gəlib əyləşir, mənimlə birlikdə edir. Dolma bükməmişdən öncə də mütləq yarpaqları yuyuram, sonra qaynadıram və sonra dolmanı bükməyə başlayıram. Elə insan var ki, yarpağı təkcə yumaqla kifayətlənir, amma mən hər zaman mütləq yarpağı qaynatmışam. Çünki yarpaqda mikrob çox olur və buna görə də təkcə yumaqla kifayətlənə bilmərəm. Həm də ki, qaynadanda yarpaq yumşalır, rahat bükmək olur. Gördüyünüz kimi, xanımlar, artıq başlamışıq dolmanı bükməyə. Düzdür, mən dolmaları büküb bitirmiş olsam da, qızım hələ 2-3 sıra bükə bilmişdi. Əsas odur ki, bükə bilib, öyrənib. Az bükməyinin səbəbi də ki, asta-asta bükürdü və çalışırdı ki, diqqətlə büksün ki, yaxşı alınsın. Çünki ona bükərək izah edirdim ki, dolmanı elə bükmək lazımdır ki, bişəndən sonra yarpaqları açılmasın. Mənim tez büküb bitirməyimin səbəbi də odur ki, xanımlar, bunu yanlış anlamayın. Mən özümü tərif etmək üçün bu sözü demirəm, amma mənim əlim çox cəlddir. Əgər bir işi görəcəmsə, onu tez bir zamanda edib bitirirəm. Asta-asta iş görmək qətiyyən mənlik deyil. Dolmaya da gələndə bəlkə inanmazsınız, bir qazan dolmanı mən yarım saata büküb bitirə bilirəm. İndi siz təsəvvür edin ki, mən necə cəld iş görürəm. Düzdür, videoları tezləşdirirəm deyənə siz bunu anlamırsınız, amma realda həqiqətən belədir ki, bir işi görürəmsə, çalışıram ki, onu tez bir zamanda bitirim.
Bu kadra buradan müşahidə edib anlaya bilərsiniz ki, qızımla mənim dolma bükməyimə baxıb buradan nə demək istədiyimi anlaya bilərsiniz. Montajda fikir vermişəm, bizim əlimizə diqqətlə baxsaz görəcəksiniz ki, kadrı tezləşdirsəm də Leyla asta-asta bükürdü deyənə, elə burada da o hiss olunur. Sırf bu səbəbdən də xanımlar asta-asta iş görən insanlara qətiyyən baxa bilmirəm. Bizdə belə insanlara asta gəl insan deyirlər. Bu cür iş görən insan görəndə istəyirəm ki, onun gördüyü işi alım əlindən, özüm görüm və təhvil verim ona. O dərəcədə səbrim çatmır. Hətta bunu deyim, bilirəm ki, qəribə baxacaqsınız. Mənim arzularım da belədir. Əgər nəyisə arzulamışamsa, istəyirəm ki, tez bir zamanda reallaşsın. Gözləməyə heç səbrim çatmır. Bilirəm ki, düzgün deyil, amma çox-çox səbirsiz insanam. Hətta bunu da deyə bilərəm ki, evlənməmişdən öncə 2 qat səbirsiz insan idim. Uşaqlar olandan sonra bu biraz azalıb. Hərdən özümə təəccüblənirəm ki, nə yaxşı mən indi səbr etməyi bacarıram. Və bilirsiniz xanımlar, mən evləndikdən sonra xasiyyətimin çox hissəsi dəyişilir. Təbii ki, bu da yaxşılığa doğrudur. Əvvəllər mən hər şeydən iyrənirdim. Bir qapının ruçkasına əlim dəyən zaman qaçıb dərhal əllərimi yuyurdum. Hansısa evdə stol dəsmalına əl vura bilmirdim. Bunu mən normal kimi qəbul edirdim. Evləndikdən sonra bu necə dəyişildisə, mən heç bunu özüm də bilmirəm. Ən çox da dəyişikliyi məndə qızım olandan sonra baş verdi. Mövzu öz uşağın olandan sonra artıq heç nədən iyrənməməyə başlayırsan. Demək olar ki, subay vaxtı olan vərdişlərimin artıq indi heç biri yoxdur. Bu da mənim üçün çox yaxşı haldır. İnanın ki, əllərimi o qədər yuyurdum ki, dərim çat-çat olurdu. Heyif deyil belə yaşamaq. Yalnız lazım olanda əl yuyursan. Və xanımlar, sizinlə də söhbət edə-edə dolmanı bükdüm. Yarım qalan əti də qoyuram marazinika. Düzdür, bu əti marazinika qoysam da, amma bilmirdim ki, səhərsi gün bundan yemək bişirəcəm. Və xanımlar, artıq nənə gəlib, biz başlamışıq düşbərə bükməyə. Nənə sağ olsun, mənə xeyli kömək elədi. Hardasa 10 ya 11 gündə düşbərə bükdük. Nənə heç məni yaymağa qoymadı, özü yaydı. Mənə də qalan ətini qoyub bükmək oldu. Təbii ki, nənənin köməkliyi ilə. Bilirsiniz ki, mənim yoldaşım Moskvadadır. Müvəqqəti olaraq işini orada davam etməli oldu. Mənim tək yaşadığım sürəcdə nənə bir gün olsun məni tək qoymadı. Hər gün gündə 2 dəfə, 3 dəfə gəlir mənə baş çəkir, gedir. Gəlmədiyi gün demək olar ki, sıfıra bərabərdir. Hər gün bezmədən, yorulmadan bizə gəlir. Yoldaşımın nənəsi sadəcə adı üstündə yoldaşımın nənəsidir. Amma mən ona elə gözlə baxıram ki, sanki o mənim nənəmdir. Mənim nənəmin ikisi də rəhmətə gedib. Həm ata nənəm, həm ana nənəm. Bu yoldaşımın nənəsidir, amma sanki mənim nənəmdir. Mənimlə həm rəfiqədir, həm yoldaşımın nənəsidir, həm evin böyüyüdür. Bir sözlə bütün dərdimi, sərimi nənə ilə bölüşürəm. Mənə nəsə olanda inanın ki, elə vəziyyətə düşür ki, gecəni səhərə kimi yatmır. Fikir çəkir, bizə gəlir, evə getsə də zəng edir. Bir sözlə bizi bir dəfə olsun tək qoymayıb. Mən subay qızlarımıza buradan bunu demək istəyirəm ki, böyüklərimizə hörmət edin. Onlar nə isə səhv deyə bilər. Bu o demək deyil ki, böyükdürsə hər bir sözü düz deməlidir. Böyüklər də səhv edə bilər, hansısa sözü səhv deyə bilər. Amma biz bunu görməzdən gəlməliyik, ötüb keçməliyik. Bir sözlə böyüklərə hörmət etməliyik ki, onların da sevgisini qazana bilək. İndi cavanlarımız böyüklərlə dil savaşına çıxır, sanki yarışdadılar, hansısa qalib gəlməlidir. Bu cür gənclərimiz neynirsə özlərinə edir, öz ünvanlarına mədəniyyətsiz insan damğasını yapışdırır və heç vaxt ailəsində də xoşbəxt ola bilmir. Mən yenə də deyirəm, böyük səhv ola bilər, nəyisə düz deməyə bilər, amma biz cavanların da borcudur ki, o səhvə göz yuma bilək. Mən anamdan hər zaman bunu görmüşəm ki, əgər evə bir kənar insan gələrdisə, anam ayağa qalxırdı, sonra əyləşirdi. Bir dəfə uşaq idim, anamdan soruşdum ki, sən niyə belə edirsən? Kimsə gələn zaman ayağa qalxıb sonra əyləşirsən. Anam da mənə uşaq vaxtından izah edirdi ki, otağa böyük daxil olan zaman mütləq qalx ayağa, sonra əyləş. Əgər ayağın ayağının üzərindədirsə, mütləq ayağını sal aşağı. Böyük danışan zaman sən sakit qal. Mən bu sözlərlə böyümüşəm, indiyənə kimi də onları təbliğ edirəm. Hətta mən belə insanlar
insanlar tanıyıram ki belə insanlara çox yazığım gəlir. Birinə hörmətlə yanaşmağı sanki sən yaltaqsanmış kimi qəbul edir. Amma özlərini necə tərbiyəsiz bir insan olduğundan bixəbərdir. Bu cür insanlarımız da, gənclərimiz də təəssüf ki, həddindən artıq çoxdur. Bunları görərkən də qızıma hər dəfə başa salıram ki, böyüklərimizə hörmət etmək lazımdır. Sabahsı gün mənim də qızım başqa bir evə gedəcək. Mən istəyirəm ki, mənim qazandığım hörməti qızım da qazansın. Bütün çabalarım da bu istiqamətədir ki, uşaqlar yalandan uzaq, dürüst və mərhəmətli olsunlar. Və xanımlar, artıq düşbələri bükdük. Burada düşbərənin artıq son halıdır. İnanın ki, gün içində qətiyyən yemək yeməmişdim. Dəhşət acı idi. Düşbərənin bir kündəsini bişirdim ki, həm mən, həm uşaqlar yesin, həm də ki, bükdüyümüz düşbərələr marazinikdə donsun ki, mən onu başqa qablara əlavə edə bilim. Xanımlar, bu arada bunu da deyim ki, çox xanım mənə yazır ki, arıqlamağı necə elədin? Bir ara çox kökəlmişdim və vloqların birində sizə də demişdim ki, özümü kulturist kimi hiss edirəm. Çiyin hissəm, qollarım yaman kökəlmişdi. Ən əsası da qarın hissəsi. Mən kökələn zaman xanımlar bir dənə qarnım kökəlir. Amma bunu təbii ki, mən elə bilirdim. Sən demə, mənim qarnım kökəlmirmiş, məndə həzm problemi var imiş. Mən hər yeməkdən sonra espomizanı içəndən sonra mənim köpüm olmadı. Beləliklə də qarnım yoxa çıxmağa başladı. Kökəlməyə gələndə isə xanımlar, demək mən günortanı qətiyyən yaxşı qidalanmırdım. Amma axşam olarkən mənə bir dənə aclıq gəlirdi ki, adətən gecə saat 2-də 3-də. Mən uşaqları yatırdandan sonra gecə saat 2-də 3-də mütləq yemək yeyirdim, sonra yatırdım. Bu da təbii ki, məni kökəltmişdi. İndi qətiyyən gecələr yemirəm. Burada siz fikir verməyin də, çox yorğun idim, həm də ki, işim çox idi deyənə gecəyə qaldı yemək. Amma belə də gecələr yemirəm. Yemədiyimə görə də xeyli arıqlamışam. Bir də bunu demək istəyirəm ki, xanımlar, mən chia toxumu da içirdim. Gecə yatmamışdan öncə bir stəkana 1 çay qaşığı chia toxumu əlavə edirdim ki, indi də edirəm. Üzərinə qaynar su əlavə edib nəlbəki ilə ağzını bağlayırdım. Hardasa 5 dəqiqədən sonra nəlbəkini götürüb chiyanı içirdim. Bu mənə nədə kömək eləyirdi? Həm nisbətən tox tuturdu, həm də chia çox faydalıdır. YouTube-da yazıb chiyanın faydalarına baxa bilərsiniz. Qoymurdu ki, məndə baş gicəllənmə olsun, axı ac qalırdım. Beləliklə arıqlamağıma da nisbətən kömək edirdi. Amma chiyanı çox içmək olmaz. Çox içəndə chiyanın özü belə insana köp verir. Və xanımlar, bunu da deyim ki, mən gün ərzində korset taxırdım və bu korseti yalnız yatanda çıxardırdım. Əlavə olaraq da idman edirdim. İdman da ki, bütün bədən arıqlamağı üçün yox, yalnız qarın hissəsi üçün preslər edirdim. Bunu da gecə yatmamışdan öncə edirdim. Bunların hamısını vaxtında etdim deyənə arıqlaya bildim. Əgər aranızda xanımlar, lap dolu olan xanımlarımız varsa, bunun üçün xüsusi kofelər satırlar. Kofeni içəndən sonra acılıq hissi qətiyyən olmur. Düzdür, internetdə kofelər mənim qarşıma çıxırdı, amma mən onları içməmişəm. Çünki mən kök deyildim. Az yeməklə bədən formamı nizamlaya bildim. Kofelerin də qiyməti 50 manat idi. İstəyən olsa bilginiz olsun deyə dedim. Və xanımlar, artıq çox gec idi. Dedim törtökünə də baxım, gedim yatım. Əslində bu mənim üçün gec deyil. Mən yatanda ən tez gecə 2-də yatıram. Amma bugün çox yorulmuşdum. Düzdür, siz yalnız dolma bükməyimi və düşbərə bükməyimi gördünüz. Deyə bilərsiniz ki, bir dənə boyuna necə bu qədər yorulmusam. Amma çəkmədiyim hissələr çoxdur. Evin törtökünə baxmışam, uşaqlara əlavə olaraq yemək də bişirmişəm. Misal üçün dolmanı büküb bitirəndən sonra Leyla məndən kartoşka qızartması istədi və əlavə olaraq bir neçə iş. İndi qabları da yuyum, sonra keçəcəyik növbəti günə.
Və xanımlar, qabları da yudum bitirdim, tör-tökünə baxdım. O vaxta kimi də marazinikdə düşbərələr dondu. Bunların da hamısını yer-bər edib qablara qoyum, sonra gedəcəyik yatmağa. Və xanımlar, sizin üçün 1 saniyə, mənim üçün 1 gecə keçdi. Artıq səhər açılıb, burada mənə fikir verməyin, çox yuxuluyam. Səhər tezdən oyanmışam. Bilmirəm, hər kəs elədi, yoxsa tək mən. Yerimdən qalxan zaman mənə çox soyuq olur. Evdə jilet, xalat, nə varsa keçirdirəm əynimə. Sonra iş gördükcə yavaş-yavaş özümə gəlirəm və əynimi dəyişirəm. Hər zamanki kimi oyanar-oyanmaz öncə Tamerlana kaşa bişirirəm. Tamerlan bütün yeməkləri az yeyir, bir
dənə kaşanı yaxşı yeyir. Bu səbəbdən də mən kaşanı kəsməmişəm. Aprelin 1-i Tamirlanın 3 yaşı olacaq, amma hələ də kaşa yeyir. Kaşanı kəsə bilmirəm, daha doğrusu qıymıram. Çünki yeməyi o qədər az yeyir ki, amma kaşanı yeyəndə bilirəm ki, o doyur. Bu səbəbdən də kaşasını mütləq bişirirəm. Səhərim nəsiz olmaz, əlbəttə ki, kofesiz. Bu kofeni içməsəm mən ayıla bilmirəm. Artıq bu vərdişdir, yoxsa bu həqiqətən də belədir bilmirəm. Kofeni içməsəm elə bilirəm ki, oyana bilmirəm. Səhər oyananda gözümün şişini də, yuxululuğumu da, hamısını demək olar ki, kofe aradan qaldırır. Hərdən elə bilirəm ki, bu sadəcə psixolojidir. Sonra baxıram ki, hər kəs mənim kimi düşünür, bu da mənə bir təsəlli olur. Və xanımlar, bunları da unutmuruq. Biz yedik, doyduq və bir heyvanı da doydurmaq lazımdır. Hər dəfə mən maşında heyvan yeməyi saxlayıram. Evdə bunlara uyğun yemək olmayanda maşındakı yeməkdən verirəm. Artıq bunlar məni tanıyırlar, hara getsəm arxamca düşürlər. Bu pişiyə də lap yazığım gəlir, çünki hansısa insanlıqdan kənar bir şəxs pişiyin gözünü yaralayıb, bir gözü yaralıdır. Bu qar yağan vaxtlarda da ki, bizim Kaladovkada yatırdı. Mən belə pişikləri görəndə pis oluram. Niyə insanlar bunları döyür, anlamıram. Mən sizə olmuş bir əhvalatdan danışım. Yəni ki, mənim gözümün qarşısında olmuş bir əhvalatdan. Demək, bir gün bir insan bir pişiyi götürdü, tutdu, atdı lap uzağa. Pişiyin ayağı yaralandı və üstündən 2 gün çəkmədi ki, həmən insan yıxıldı. Düz rəhmətə getdiyi günə kimi o insan gəzə bilmədi. Həmən o pişik kimi onun da ayağı iflic oldu. Bu da Allahın ədaləti. Bu səbəbdən də heyvanlara əl qaldırmaq olmaz. Bunun mən canlı şahidiyəm. Və xanımlar, bugün küftə bişirmək istəyirəm. Buna görə də evdə sümüklər var idi, atdım qaynamağa. Kəfini də yığandan sonra dəfnə yarpağı əlavə elədim. Hardasa saat yarım qaynadı və mən küftələrimi tuturam. Demək xanımlar, bu ət dünənki dolmanın ətidir. Bilirəm, küftəyə göyərti əlavə etmirlər. Amma başqa ətim yox idi. Evdə bir dənə bu ət qalmışdı deyənə. Düşündüm ki, niyə də olmasın, bir dənə ətdə artıq olan göyərtidir. İnanın mənə ki, çox dadlı oldu. Bəzi insanlar yazmasın ki, küftəyə göyərti vurmazlar. Bunu mən də bilirəm. İzahını verirəm ki, əlavə ilişənlər olmasın.
Xanımlar, taqqıltıya görə üzr istəyirəm. Tamirlandı, oyuncaqlarını vurur yerə. Eləmə desəm də faydası olmur. Bu səbəbdən sakit dururam. Əlindən də alsam ağlayacaq deyənə ağlatmaq istəmirəm. Demək xanımlar, küftələri qoydum bişməyə. Onlar suyun üzərinə çıxana kimi kartuşkaları soyuram. Artıq vaxta yaxınlaşır. Tələm-tələsik edirəm ki, məktəbə getməliyik. Küftəyə xanımlar birəbir sarı kökü əlavə eləmirəm. Kərə yağında sarı kökü və nanəni qovururam. Bir damcı qovrulandan sonra əlavə edirəm küftənin üzərinə. Demək xanımlar, artıq evdən çıxmışıq, apardım qızımı məktəbə və indi qaydırıq evə. Çıxanda çəkə bilmədik, çünki tələsik çıxdıq. Hava da şaxtalıdır, soyuq havada nəsə çəkməyə ərinirəm. Bilirsiniz də, mən soyuğa qətiyyən dözə bilmirəm. Hətta çox soyuq havalarda ağlaya da bilirəm. Bir gün çox soyuq havada evə ağlaya-ağlaya gəldiyimi xatırlayıram. Çünki soyuğa dözə bilmirdim, başladım ağlamağa. Məncə gülməlidir, həqiqətən soyuğa dözə bilmirəm. Xanımlar, artıq gəlmişik evə. Tamirlanı yatırtdım. Biraz əyləşib çay içdim. Sonra başladım mətbəxdəki şüşələri təmizləməyə. Əslində şüşələr təmiz idi. Sadəcə olaraq evin iç tərəfindən Tamirlanın barmaq izləri var idi. Xanımlar, mən bunu qeyd etmək istəyirəm ki, mən bu vloqu çəkmişəm ayrı gündə, səs yazmasını isə tamam başqa gündə edirəm. Bunu deməyimdə səbəb odur ki, hal-hazırda Tamirlan bacısı ilə oynayır deyənə, mən də səs yazıram, onların səsi bura düşə bilər. Siz də düşünə bilərsiniz ki, bayaq dedi ki, Tamirlan yatıb, indi Tamirlanın səsi gəlir. Əgər Tamirlanın səsi gələrsə, səbəb budur. Çünki mən bu vloqa tam bir gün sonra səs yazıram. Pəncərələri silməmişdən öncə hər zaman divarın tozunu alıram. Çünki görmədiyim tozlar ola bilər. Tozunu alandan sonra keçirəm pəncərələri təmizləməyə. Pəncərələri sildiyim gün hava elə idi ki, günorta olsa da sanki bayır qaranlıq kimi idi. Belə tutqun havadan da heç xoşum gəlmir. Mənim ən sevdiyim hava günəşli havadır. Hər yer işıq olsun, aydınlıq olsun. Mənim onda əhvalım
da yaxşı olur və başlayıram bütün işləri görməyə. Amma hava tutqun olanda bilmirəm niyə mənim də keyfim yaxşı olmur. Həm qaşqabaqlı oluram, həm də heç bir iş görmək istəmirəm. İş görsəm də elə bil ki, məcbur iş görürəm. Çünki mən hər şeyi gecədən planlayıram deyənə, planladığım işi də vaxtında görmək istəyirəm. Əgər belə xasiyyətim olmasaydı, heç belə havalarda işdə görməzdim. Bu pəncərədəki xanımlar, mənim köhnə izləyicilərim artıq bunu bilir ki, reşotkamız pəncərəyə o qədər yaxın svarkalanıb ki, pəncərəni arxa tərəfdən silərkən bütün qollarım cızıq-cızıq olur. Heç pəncərənin setkasını da çıxardıb yuya bilmirəm. Elə pəncərənin üzərində şampunlayıb təmizləyirəm. Bir də ki, xanımlar, bura taxdığımız jalüzləri heç xoşlamıram. Məcbur qalıb burada, çünki sökə bilmirəm, yuxarıdadır. Bunu yenisi ilə əvəz etmək istəyirəm, amma ki, yoldaşımı gözləyirəm. Düzdür, evdə o qədər yerdə dəyişiklik eləmək lazımdır ki, bunların hamısını etmək üçün də yoldaşım bir dəfəlik Bakıya gəlməlidir. Əksi halda məzuniyyət zamanı çatdırmaq olmur. Əslində bu pəncərələr də dəyişilməlidir. Çünki dvaynoy pəncərədir, araları par olur və kənardan baxan sanki elə başa düşür ki, heç pəncərələr təmizlənməyib. Yəni ki, pəncərələr dəyişilməmiş olsa belə şüşələri çıxıb, təmizlənib yenidən salınmalıdır. Bu da mənim işim yox, təbii ki, usta işi olduğuna görə məcbur gözləmək lazımdır. Hətta bizim evin kombilərinə yəqin ki, fikir vermisiniz. Bütün torbalar evin içi ilə çəkilib. Bunun səbəbi bilirsiniz nədir? Əvvəllər kombi çəkilərkən nə torbaları var idisə, hamısı yerin altındaydı. Divarın içində, yerin altında. Usta da çağırmaqdan çox yorulmuşduq. Sonra müəyyən olundu ki, hansısa torbalardan su sızır. Bunu düzəltsələr də başqa yerdən sızırdı. Beləliklə məcbur olduq bütün sistemi evin içi ilə çəkdirməyə. Düşündük ki, müvəqqəti olaraq belə qalsın, sonra düzəltdirərik. Sonra da yoldaşım Moskvaya getdi, beləliklə indiyənə kimi belə qalıb. Bunun da açıqlamasını burada ona görə verirəm ki, bir izləyici bunu soruşmuşdu. Düşündüm ki, ətraflı açıqlama verim. Xanımlar, mən pəncərələri sildim, bitirdim. Tamirlan oyandı. Biz artıq gəlmişik Leylanı məktəbdən götürməyə. Leyla gəlsin, evə gedək, yemək yesin. Sonra qalan işimi də görüm, vloqu yekunlaşdırım. Artıq hava qaralıb, 7-yə qalır. Oturmuşuq, Leylanı gözləyirik.
və bu günlük bir dənə bu işim qalıb. Yəqin ki, hər kəsin evində belə bir yer var. Hər gün istifadə olunan dərmanları əl altında saxlayıram. Bunu da mikrovalnovkanın üzərində saxlayıram ki, güya Təmirlanın əli çatmasın. Bəzən burada stol qoyur, onlara əl uzadır. Təbii ki, tez görüb müdaxilə edirəm. Demək xanımlar, mən şkafın üstündə artıq bir dənə olsun əşya qalmağını xoşlamıram. Mətbəxin üzərində çox aksesuar olanda mətbəx tör-töküntü görsənir. Nə qədər yığışdırılsa da sanki heç yığışdırılmamış kimi görsənir. Bu səbəbdən də artıq heç nə saxlamıram. Bir dənə bu dərmanlar qalır, o da məcbur. Çünki burada olanlar hər gün istifadə olunur. Məsələn, mənim allergiya dərmanlarım, ruçkalar, Tamirlanın kaşası, mənim not yazmaq üçün vərəqlərim, tütsülər, hansı ki, yemək bişirəndən sonra tütsü yandırıram ki, evdən qoxu getsin. Bloknotum, hansı ki, nəyisə unutmamaq üçün mütləq yazıram. Və ən önəmlisi də uşaqların vitaminləri. Mən uşaqlara hər zaman D vitamini verirəm və vitamin siroplar. Çünki uşaqlar yaxşı yemir, az yeyirlər. Buna görə də məcbur oluram ki, bədənlərini vitaminlə dəstəkləyim. Düzdür, mikrovalnovkanın üzəri hər zaman bu cür tör-töküntü görsənir, amma inanın ki, bunlar bir gündə neçə dəfə istifadə olunur. Bu spirt də hər zaman burada olur. Çünki mən evə gələn zaman mütləq əllərimi spirtləməliyəm. Spirti tək əllərimə yox, bəzən mətbəxin üzərinə də vururam. Ət yaxud da sinə ətindən istifadə edən zaman. Onlardan mikrob yayılır bilirəm. Əvvəlcə şampunlayıram, sonra spirtləyirəm. Və hər zaman doğrama taxtalarının üzərinə də spirt püskürdürəm. Bu dərmanların da yarısını aparıram dərmanları qoyduğum sirməyə. Çünki demək olar ki, artıq sağalmışıq. Bunlar da burada qalıb yer tutmasınlar. Beləliklə, bura hər gün istifadə elədiyimiz vitaminləri qoyuram. Bu qabıdakı xanımlar özüm düzəltmişəm. Əgər istəsəz sizin üçün bir dəfə düzəldərəm. Baxarsınız ki, necə düzəldirəm. Çox asandır və illərdir ki, bunu saxlama qabı kimi istifadə edirəm. Düzdür, bu iplər biraz bahadır. Topunu 35-40 manat alıram. Amma bir topla xeyli əl işi düzəltmək olur.